Salam dəyərli izləyicilər. İndi sizə 16 noyabr tarixində Dəyər Yayınları tərəfindən keçirilmiş 9-cu sinif buraxılış sınaq imtahanının riyaziyyat suallarının izahatını verəcəm. Kanala abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın. Başlayaq ilk sualdan. 57-ci sual. 5 rəqəmli ədədi 2-yə, 3-ə və 5-ə qalıqsız bölünərsə, A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Deməli, burada 5-ə deyir. 5-ə bölünməsi üçün sonu 0 və 5 olmalıdır. Sonra baxırıq 2 ilə deyir. Deməli, 2 ilə bölünürsə, deməli, sonu 5 ola bilməz. Sonu mütləq 0 olmalıdır. Deməli, B 0-a bərabərdir. Onda alınacaq 432 A, bir də 0. 2 və 5-i yoxladıq. Keçirik 3-ə bölünməsi. 3-ə bölünməsi üçün, ədədin 3-ə bölünməsi üçün onun rəqəmlərin cəmi 3-ə bölünməsi lazım. Bu rəqəmlərin cəmi, məsələn, 4, 2, 3, 9 edir, 3-ə bölünür. Deməli, A üstəgəl 0, yəni A da 3-ə bölünməlidir. A 0 ola bilər, 3 ola bilər, 6 ola bilər, bir də 9. A-nın ala biləcəyi qiymətlərin cəmi, bunları da toplasaq, nəticə alınacaq 18. Yəni, doğru cavab 57-də A variantı. Keçirik növbəti suala. Növbəti sualımız 58-ci sual. Əkub A36 bərabər 36 olarsa, A hansı ola bilməz? Ümumiyyətlə, əkub AB bərabərdir C-dirsə, C həm A-ya bölünməlidir, həm də B-yə bölünməsi lazım. Deməli, 36 A-ya bölünməlidir. A-ya bölünməlidir. Deməli, A variantı ola bilər, B variantı ola bilər, C ola bilər, Y ola bilər, amma D ola bilməz. Çünki 36 8-ə bölünmür. Buna doğru cavab D variantıdır burada. 59-cu sual. Şəkildə BD parçası bucaq B-nin tən bölənidir. AD BC-yə bərabər, AB 9, DC 4 cm olarsa AD-ni tapın. Mən bura X desəm, burada X-dir. Tənbəlin xassəsini yazsaq, AB-nin AD-yə nisbəti bərabərdir BC-nin CD-yə nisbəti. AB 9, AD X, BC də X bölünsün 4. X vurulsun X bərabərdir 36 çıxır. Deməli, X-imiz neçədir? X-imiz 6-ya bərabərdir. AD soruşur, AD də X-dir. Doğru cavab 6-dır burada. 60-cı sual. Aşağıdakı ədədlərin hansı irrasionaldır? Əgər biz ədədi M böl N şəklində yaza bilmiriksə, həmin ədəd irrasionaldır. Burada M nədir? M Z-ə daxildir, yəni tamdır. N də isə naturaldır. İndi A variantını biz bu şəkildə yaza bilmərik. Ona görə A variantı irrasionaldır. Qalan bütün variantları biz M böl N şəklində yaza bilərik. Keçən növbəti 61-ci sual. İfadəsinin qiymətini hesablayın. Deməli, birinci kəsir olduğu kimi saxlayıram və yaxud da birinci kəsirin sözə məxrəcini mən 100-ə vursam, olacaq 1500 böl 15. Vurulsun, ikinci kəsirin sözə məxrəcini ona vursam, 5 bölünsün 20. Yəni, 1500-ü 15-ə böləndə burada ixtisar edəcək. Burada 1, burada 100. Eyni zamanda 5 ilə 25-ə bölünür. Burada 1, burada 4 və nəticə alınır 100-ün 4-ə nisbəti. Yəni, nəticə olacaq 25. Yəni, doğru cavabımız burada D variantı 25-ə bərabərdir. 62-ci sual. Aşağıdakılardan hansı çoxhəllisinin vurlardan biri deyil? Baxırıq. Burada ortaq A kubu var. A kubunu çıxarsam mötərizə xaricinə, qalır A kvadrat çıx 1. Burada da mənfini çıxardım qarşıya. Mənfi A kvadrat çıx 1 qalır. Baxıram ki, A kvadrat çıx 1 ortaqdır. Çıxardım mötərizə xaricinə A kvadrat çıx 1-i. Qalır A kubu çıx 1. A kvadrat çıx 1 yazıram. A çıx 1, A plus 1 şəklində. A kub çıx 1 də yazıram. A çıx 1, A kvadrat plus A plus 1. Yəni, alınır A çıx 1-in kvadratı, vurulsun A plus 1, vurulsun A kvadrat plus A plus 1. İndi baxaq variantlara. A plus 1 var, A çıx 1 var,
A+'in kvadratı da var. A kvadrat plus A plus 1 de var ama Y variantı yoktur. Ona doğru cevap burada Y variantı. Y variantı olabilmez. 63-cü sual. Fəhlə işin 3/2 hissəsini 12 günə bitirir. Bu fəhlə işin 2/1 hissəsini neçə günə bitirər? 3/2 hissəsi 12 gündürsə, 2/1 3/12 yazdı burada. 3/2 hissəsi 12 gündürsə, 2/1 hissəsi də x gün olacaq. Aydın məsələ ki, bu düz mütənasibdir, nisbət sabitdir. 3/2-nin 12-yə nisbəti 2/1-in x-ə nisbətinə bərabərdir. Tənasübdür, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 12 vur 2/1. X vur 3/2 bərabərdir 6-ya. Hər tərəfi də 3-ə vursam 2x alacaq 18. X də alınır buradan 9. Deməli, doğru cavab burada olacaq 9. D variantı. 64. İşçi maaşının 30%'ni ev kirayesine verir. Bunu təqribən götürürəm, məsələn, olsun 500. 500. 30% nə deməkdir? 500 vur 30 bölünsün 100. Olacaq 150 manat. Əslində indi ev kirası 150 manat deyil, nəysə. Heç maaşda 500. İşçinin maaşı 20% artdığı halda işçinin maaşı bax 500-də 20% artıb. Deməli 500-ün 120%-ni tapmalıyam. 20% artıb. Olub 600 manat. Artıq bu yeni aylıq maaşıdır. 600 manat. Maaş artıb 20%. Amma deyir ev kirəsi dəyişməzsə, ev kirəsi 150 manat qalır. Deyir ki, işçi yeni maaşının neçə faizi ev kirəsinə verər? Deməli, yəni 150 600-ün neçə faizi onu soruşur. 150 böl 600 olur 4/1. Bu deyir 25%. Yəni doğru cavab burada D variantı 25%-ə bərabərdir. Uyğun tərəfləri perpendikular olan bucaların fərqi 10 dərəcə olarsa, bu bucaların kiçiyini tapın. Deməli, kiçik soruşduğu üçün kiçiyə x deyirəm. Fərq 10 dərəcə olduğu üçün böyük olacaq x plus 10 dərəcə. Baxırıq ki, müxtəlif adlıdır. Müxtəlif adlı olanda cəm 180-dir. X üstəgəl x, üstəgəl 10 dərəcə, bəli 180 dərəcəyə. 2x bərabərdir 170 dərəcəyə. X bərabər olur 172 bölündə 85 dərəcə. Yəni doğru cavabımız burada 85 dərəcəyə bərabərdir. Kiçik bucaq 85 dərəcədir. 66-cı sual. 0.4-ün x-ə nisbəti bərabərdir y 0.2 nisbəti bərabər olarsa verilən ifadənin qiymətini soruşur. İndi burada birinci mötərizədə orta məxrəc y-dir. Y. Alınır sürətdə 5x, y üstəgəl 2. Vurulsun. İkinci mötərizənin içərisində orta məxrəc x-dir. Sürətdə alınır 5x, y plus 1. İndi bu da bərabərdir nəyə? X, y yerində qalır. 5x, y üstəgəl 2 vurulsun 5x, y üstəgəl 1. İndi burada tərəf-tərəfə vursam, tənasübdə kənar hədlərin hasili orta hədlərin hasilə bərabərdir. Yəni x vur y bərabərdir 0,8. Ona mənə lazımdır 5x, y. Hər tərəf 5-ə vursam 5x, y də bərabər olacaq 0,4. Gətirib yenə yazaq. 0,4 plus 2 vurulsun 0,4 plus 1 bölünsün 0,8 x, y hasilinə. 2,4 vurulsun 1,4 bölü 0,8. İndi sürətə və məxrəcdə vergüldən sonra rəqəmlərin sayı eyni olduğu üçün vergülləri silə bilərik. Yəni sürətdə də 2 rəqəm var, məxrəcdə də 2 rəqəm. 24 vur 14 bölü 8. 24 ilə 8 ixtisar edir. Burada 1, burada 3. 3 dəfə 14 nəticə alınır 42. Yəni doğru cavab burada 42-yə bərabərdir. 67-ci sual. Sual belədir. 15 kiloqram duz ilə 35 kiloqram su qarışdırılır. Alınan məhsuldakı duzun faizi nə qədərdir? Baxın. 15-in 35-ə cəmi bizə verəcək 50. Bu məhluldur. Məhlul. İndi bu məhluldakı duzun faizini soruşur. Buna görə duzun miqdarı
bölürəm məhlulun kütləsinə. Vururam 100-ə. Burada 100 ilə 50 ixtisar gedəcək. Burada 1, burada 2 və nəticə alınır burada 30%. Doğru cavab olacaq A variantı. 30%-ə bərabərdir. Növbəti sual. 68-ci sual. Əgər 9 üzərində x nöqtəsi ilə 2 nöqtəsi arasındakı məsafə x-1 olarsa, x tapın. Aydın məsələdir ki, burada x 1-dən böyükdür. Məsafə mənfi ola bilməzlər. Deməli, məsafə deyəndə fərqinin modulunu tapmaq lazımdır. Yəni, x-2-nin modulu bizə verib x-1. Burada 2 hal mümkündür. Birinci hal, x-imiz böyük bərabər 2-dirsə əgər, modulun özü çıxır. x-2 bərabər x-1. Buradan alınır ki, -1 bərabər 0. Bu doğru bir şey deyil. Burada həll yoxdur. İkinci hal, x-imiz 2-dən kiçik olanda. X-imiz 2-dən kiçiksə modulun içərisi mənfidir. Demək, yer dəyişib çıxmalıdır. 2 çıx x bərabər x çıx 1-ə. Buradan alınır ki, 2x bərabər 3-ə. X bərabər 1,5. Deməli, x-imiz 1,5-i bu şərtdə ödəyir. Deməli, cavabımız burada 1,5-ə bərabərdir. 69-cu sual. Perimetri 24 cm olan bərtərəfli üçbucağın orta xəttin uzunluğunu tapın. Bərtərəfli üçbucağın perimetri tərəfin 3 mislidir. Verib 24. Tərəf olacaq. 24-ü isə 3-ə böləndə 8. Tərəf 8. Orta xəttə tərəfin yarısıdır. Doğru cavab olacaq A variantı. 70-ci sual. İfadəsinin qiymətini hesablayın. -24 plus 18, -6. Bunun modulu. -2-nin modulu 2. Onun da kvadratı. -1-in 4-cü qüvvəti -1. -2-nin 3-cü qüvvəti -8. Bilirsə, -1-in 4-cü qüvvəti müsbət 1 edir. Müsbət 1. -6 modulu 6 plus 4. Müsbət 1-i -8-ə vuranda -8 edir. 10 üstə gəlin -8. Nəticə olacaq 2. Yəni, doğru cavab burada C variantı. 2-yə bərabərdir. 71-ci sual. ABC üçbucağında bucağa 45 dərəcədir və bucaq B ilə bucaq C-nin fərqi 35 dərəcə olarsa, bucaq B-ni soruşur. Mən bucaq B-yə x desəm, bucaq C olacaq x çıx 35 dərəcə. Çünki fərqləri 35 dərəcədir. Üçbucağın daxili bucaqların cəmi 180-ə bərabərdir. Bucağa 45 dərəcə. Bucaq B x, bucaq C də x çıx 35 dərəcə. Bərabər 180 dərəcəyə. Bunu yazdıq. Buradan alınır ki, sol tərəfdə 2x plus 10 dərəcə bərabər 180 dərəcəyə. 2x bərabərdir 170 dərəcəyə. X bərabərdir 172-yə böləndə 85 dərəcə. Yəni, doğru cavabımız burada Y variantı 85-ə bərabərdir. 72-ci sual. Maşının yanacaq çəninin 5də 3-ü doludur. Maşın daha 30 litr yanacaq vurarsa çəni dolar. Deməli, 5də 2-si doludur. Deməli, 5də 3-ü boşdur da. Daha doğrusu 5də 3-ü doludur, 5də 2-si boşdur. Boş olan hissəni də verib 30 litr. 30 litr. Deməli, çən x qədər yanacaq tutursa, onun 5də 2-si boşdur da. Onu verib 30. Hər tərəfi 5-ə vursam, 2x bərabərdir 150-yə. Hər tərəfi də 2-yə bölsəm, x olacaq neçə? 75. Deməli, 75 litr yanacaq tutur maşın çəni. 73. Çoxhəllisinin sərbəst həddi 8 olarsa, m-i tapın. Sərbəst həddi tapmaq, x-in yerinə 0 yazmaq deməkdir. X-in yerinə 0 yazanda 3m çıx 4 bərabərdir 8-ə. 3m bərabərdir 12-yə. M də bərabərdir 4. Deməli, doğru cavab burada m-in qiyməti 4-ə bərabərdir. Növbəti sualımız 74-cü sual. X plus y cəmi 7 verib, x hasılı 5 verib. Kvadratları cəmi soruşur. Kvadratları cəmi yazırıq. Kvadratları cəmi bərabərdir. Baxıram, cəm verilib. Cəmin kvadratını yazsam, bunun açışında 2x var. Amma sol tərəfdə 2x yoxdur. Deməli, onu çıxmalıyam ki, doğru alansın. İndi qiymətləri yenə yazsaq, 7-nin kvadratı çıxılsın 2 vurulsun 5. 49 çıxılsın 10. Nəticə olacaq 39. Yəni, doğru cavab burada 39-a bərabərdir.
75-ci sual. İfadəsinin qiymətini hesablayın. Burada nəyə baxırıq? 16 nə deməkdir? 4-ün kvadratı. Deməli, mən bu 2013'ü yazıram. 2009 plus 4 vurulsun. Yenə yazıram 2009 çıx 4 plus 4'ün kvadratı. Ve burada alınır kök altında 2009'un kvadratı çıx 4'ün kvadratı plus 4'ün kvadratı. Bunlar islah olunur. Qalır kök altında 2009'un kvadratı. Buna çıxır modul 2009 və nəticə olur 2009. Yəni doğru cavabımız burada 2009'a bərabərdir. 76-cı sual. A çıxı B fərqinin element sayısı 8, B'nin element sayısı da 3 verir. Birləşmənin element sayısını soruşur. Yəni Venn diaqramını çəkək birinci növbədə. A, B. A çıxı B fərqinin element sayısı buradan verib 8. Bir də bizə verib B'nin element sayısı. B'nin element sayısı yəni buranı, bu sarı rəngli hissəni tam verib də, B'nin üzünü tam verib. Buranı da 3 verib. Yəni ümumi verib buranı 3. Birləşmə hamısı deməkdir. Birləşmə görünür ki, baxın bunların cəmi. 8-dən 3-ün cəmi olacaq 11. Yəni doğru cavab burada 11'ə bərabərdir. 77-ci sual. MN və K nöqtələri bir düz xətt üzərindədir. Bir düz xətt üzərində. MN. Bu da olsun K. Deyir ki, K nöqtəsi M ilə N arasında yerləşir. MK plus MN. MK plus MN 18'dir. K'nin parçasının orta nöqtəsi P olarsa, bunun orta nöqtəsini götürürəm P nöqtəsi. Yəni burayla bura bərabərdir. Yəni mən bura X desəm, burada X'dir. Burada Y deyirəm. MK'ya da Y deyirəm. İndi deyir ki, MK Y üstəlik MN. MN də Y üstəlik 2X'dir. Bərabərdir 18. Burada nə alınır? 2Y üstəlik 2X. Bərabərdir 18. Hər tərəfi 2'yə bölsəm Y plus X olacaq 9. Bizdən də soruşur MP. MP. Baxın buranı soruşur. MP də X plus Y deməkdir. Ona tapmışıq 9. Deməli doğru cavabımız burada olacaq 9'a bərabər. Doğru cavab 9'dur. Yetmiş 8-ci sual. Hansı ədin 15%, hansı əddir? X deyirəm. X'in 15%, X vur 15 bölü 100. Hansı ədin 15%? 3'ə bölünən ən böyük 2 rəqəmli cüt ədədir. Yəni 96'ya bərabərdir. 3'ə bölünən ən böyük 2 rəqəmli cüt ədədir. 3'ə ixtisar eləsək, burada 3'ə ixtisar eləndə 5, burada 32, 5'dən də 100 ixtisar olunur 5'ə. Burada 1, burada 20 və buradan alınır ki, X bərabərdir 32 vurulsun 20. Yəni X olacaq 640. Deməli doğru cavab burada 640'a bərabərdir. 79-cu sual. İfadəsini sadələşdirin. Baxırıq nəyə? Birincidə kökün dərəcəsi təkdir. Tək olanda modulsuz çıxır. Yəni 3'dən 3 çıxsa gedəcək modulsuz çıxır. A çıx 1. İkincisi də cütdür. 4'lər xəsa gedir, modul çıxır. A çıx 2. A'mız mənfidir. A'mız mənfi olduğu üçün 2'dən kiçikdir. Deməli modulun içərisi mənfidir. Modulun içərisi mənfi olduğu üçün modulda mənfi çıxmır. Deməli yer dəyişib çıxartmalıyam ki, müsbət olsun. Yəni 2 çıxacaq oradan. A çıx 1 çıx 2 plus A. Bu da olacaq 2A çıx 3. Yəni doğru cavab burada 2A çıx 3'ə bərabərdir. 80-ci sual. Perimetri 28 olan üçbucağın tərəfləri 3, 5, 6 nisbətində olarsa, 10 böyük tərəfini çəkmiş hündürlük tapın soruşur bizdən. Deməli perimetri verir bizə. 3K, 5K, 6K. Bunların cəmi bizə verir neçə? 14K. Bərabərdir 28. K alınır 2. Deməli 6, 10, 12'dir. İndi üçbucaq çəkirəm. 6, 10, 12. İndi məndən soruşur 12'ye çəkilmiş hündürlük soruşur. Hündürlük. Bunu heron üstündən yazsa da rahat olacaq. Bura X, bura 12 çıx X deyib, 2 dənə Pifaqorun bərabərliyindən X tapıb sıra yerinə yazıb H tapa bilərik. Və yaxud da heron üstü S bərabərdir
P vurulsun P çıx A, P çıx B, P çıx C. E'sini de yerine yazacağım. E'sini de yerine yazacağım. 12 vur H'ın yarısı tərəf. Tərəf 12'dir. H'ın yarısı. P burada yarım perimetrdir. Perimetr 28 ise yarısı olacak 14. 14 vursun. 14 çıx 6. 14 çıx 6 8. 14 çıx 14. 14 çıx 2 2. 14 çıx 12 daha doğrusu 2. Bərabərdir 12 vur H'ın yarısı da bize verir 6 H'ı verir. 6 vur H. Şimdi burada çıxır 8 kökdə 14. Bərabərdir 6 vur H. H da bərabərdir 6 da 8 kökdə 14. 2 ilə hesab etsək 4 kökdə 14'ün 3'ə nisbəti. Yəni doğru cavabımız buna bərabərdir. Nəhayət gəldi çatdıq sonuncu sualımız 25-ci sual, yəni 81-ci sual. 60, 72 və 90 ədədlərini sada vurğulara ayırın və sada vurğulardan diaqramda rəngləmiş isə uyğun gələnlərin hansını tapın. 60 nə deməkdir? 62 vur 2 vur 3 vur 5 deməkdir. 72 nə deməkdir? 2 vur 2 vur 2 vur 3 vur 3 deməkdir. 90 da 2 vur 3 vur 3 vur 5 deməkdir. İndi bu hissə üçündə ortaq yeri. Hər üçündə olanları birinci mən silərəm. Çünki orada yoxdur. Hər üçündə olanlar, bax birinci ikini silirəm. Hər üçdə var. İkini sildim. Sonra bir dənə 3 silirəm. Hər üçündə var. Artıq bunlara baxmayacağım. İndi 60 ilə 72-yə baxıram ilk. Bunların ortaq yeri lazımdır bura. Bunların ortaq yeri baxıram ki, hər ikisində 2. Yəni bura 2 olacaq. 2. 60 ilə 90 ortaq 5 görünür. 5 yazırıq. Sonra 72 ilə 90'ın ortağı artıq 3. 3 də bura. Məsələn 2 vur 3 vur 5 nəticə olacaq 30. Yəni doğru cavabımız burada 30'a bərabərdir. Sualların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.